Hamımıza salam. Bugün birlikdə beynəlxalq tələbələr üçün mövcud olan ən yaxşı fürsətlərdən birini, yəni Türkiyə bursları təqaüd proqramını A-dan Z-yə qədər araşdıracağıq. Heç düşünmüsünüzmü? Elə bir təqaüd ola bilər ki, təkcə təhsil haqqını yox, yaşayış xərclərini, sığortanı, hətta ölkəyə ilk gəliş biletinizi belə qarşılasın. Əgər cavabınız hədirsə, o zaman tam doğru ünvandasınız. Yaxşı, bəs bu proqramı digərlərindən fərqləndirən nədir? Bilirsiniz, bu sadəcə bank hesabınıza köçürülən pul deyil. Bu, sizi Türkiyədəki təhsil həyatınızın ilk günündən məzun olana qədər əlinizdən tutan tam bir dəstək paketidir. İndi isə gəlin ən maraqlı hissəyə keçək. Görək bu hər tərəfli paketin içində tələbələr üçün tam olaraq nələr var? Baxın, burada söhbət həqiqətən də hər şeyin düşünüldüyü bir sistemdən gedir. Proqram sizin üçün universitet və fakültəni özü müəyyənləşdirir. Təhsil haqqınız tam ödənilir. Bir il pulsuz türk dili kursu keçirsiniz. Dövlət yataqxanasında qalırsınız. İlk gəliş və son gediş biletiniz alınır. Tibbi sığortanız tam təmin edilir və üstəlik hər ay cib xərcliyinizdə verilir. Hər şey bir yerdə. Bəs o aylıq cib xərcliyi nə qədərdir? Gəlin rəqəmlərə baxaq. Əgər bakalavr pilləsində təhsil alacaqsınızsa, hər ay hesabınıza 4,5 min türk lirası köçürüləcək. Yox, əgər təhsilinizi bir üst səviyyəyə, yəni magistraturaya daşıyırsınızsa, o zaman dəstək də artır. Magistr tələbələri ayda 6500 türk lirası təqaüd alırlar. Bu da göstərir ki, proqram sizin akademik inkişafınıza daha çox yatırım edir. Və gəldik zirvəyə. Elmi tədqiqatla məşğul olan doktorantlar üçün ayrılan məbləğ isə tam 9000 türk lirasıdır. Bu artıq ciddi bir tədqiqatçıya verilən dəstəkdir və elmin inkişafına verilən önəmi göstərir. Bütün bu rəqəmləri yan-yana qoyanda mənzərə tam aydın olur. Təhsil səviyyəniz artdıqca sizə verilən maddi dəstək də onunla birlikdə yüksəlir. Yəni sistem elə qurulub ki, hər bir tələbə öz akademik səviyyəsinə uyğun olaraq rahat bir təhsil həyatı yaşasın. Bütün bu imkanlar əlbəttə ki, çox cəlbedicidir, elə deyilmi? Yaxşı, bəs bu möhtəşəm fürsətdən yaralanmaq üçün kimlər müraciət edə bilər? Gəlin görək, siz uyğun namizədsinizmi? Deməli, tələblər belədir. Bakalavr üçün müraciət edirsinizsə, orta balınız minimum 70% olmalı və yaşınız 21-dən çox olmamalıdır. Magistratura və doktorantura üçün akademik hədd 75%-dir, yaş həddi isə magistrlar üçün 30, doktorantlar üçün 35 yaşdır. Amma bir dəqiqə, çox vacib bir məqam var. Əgər tibb, stomatologiya, əczaçılıq kimi sahələrə müraciət edirsinizsə, sizdən ən az 90% akademik uğur gözlənilir. Buna mütləq diqqət edin. Bu proqramın ən gözəl tərəflərindən biri də odur ki, o həqiqətən də qlobaldır. Türkiyə vətəndaşı olmadığınız müddətcə dünyanın hansı nöqtəsində yaşamağınızdan asılı olmayaraq müraciət edə bilərsiniz. Həm məzunlar, həm də bu il məzun olacaq tələbələr. Yəni, bu qapılar hamının üzünə açıqdır. Yaxşı, deyək ki, qərar verdiniz və müraciət etmək istəyirsiniz. Bəs proses necə işləyir? Hansı tarixlərə xüsusi diqqət etməlisiniz? Gəlin sizin təqaüd yol xəritənizi cızaq. Sizin macəranız ilin əvvəlində, yanvar-fevral aylarında onlayn müraciəti göndərməklə başlayır. Sonra mart və aprel aylarında mütəxəssislər sənədlərinizi yoxlayır. Əgər ilk mərhələni uğurla keçsəniz, aprel-iyon aylarında müsahibəyə dəvət alırsınız və o həyəcanlı gözləyişin sonu avqustda nəticələr elan edilir və sentyabrda siz artıq çamadanınızı yığıb yeni həyatınıza başlamaq üçün Türkiyəyə yola düşürsünüz. Və indi də gələk ən vacib, ən praktiki məsələyə. Sənədlər. Uğurlu bir müraciət üçün əlinizin altında nələr olmalıdır? Əslində, heç gözünüzü qorxutmayan siyahı olduqca standartdır. Sizə lazım olanlar, etibarlı bir pasport və ya şəxsiyyət vəsiqəsi, son bir ildə çəkilmiş bir foto şəkil, diplomunuz və ya məzun olacağınıza dair arayış, qiymətlərinizi göstərən transkript və əlbəttə ki, əgər seçdiyiniz universitet və ya fakültə tələb edirsə, SAT, GRE kimi beynəlxalq imtahan nəticələri. Və indi diqqət, çox vacib bir məqam var. Fərqi yoxdur. Təhsil alacağınız proqram tamamilə ingilis dilində olsa belə, hər bir təqaüdçü bir il məcburi türk dili kursuna qatılmalıdır. Bu, sadəcə bir dil dərsi deyil. Bu, sizin Türkiyənin mədəniyyətinə və sosial həyatına tam şəkildə inteqrasiya olmağınız üçün yaradılmış əla bir fürsətdir. Bütün bu məlumatlardan sonra əsas sual budur. Türkiyədə öz yeni hekayənizi yazmağa hazırsınızmı? Unutmayın, bu sadəcə bir təqaüd deyil. Bu, sizin həyatınızı dəyişəcək, dünya görüşünüzü zənginləşdirəcək unudulmaz bir təcrübə və parlaq bir gələcəyə atılan ilk addımdır.